Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasında COP29 Qlobal və Milli Çağırışlar Elmin Vəzifələri kitabının təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibəyli açaraq Yaşıl Dünya naminə həmrəylik ili və Azərbaycanda keçirilmiş BMT-nin iqlim dəyişikliyi üzrə çərçivə konvensiyasının tərəflər konfransının 29-cu sessiyasının yekunlarına həsr olunmuş kitabın elmi və siyasi əhəmiyyətini vurğulayıb. O 2024-cü il ərzində AMİAda Yaşıl Dünya naminə həmrəylik ili və COP29-la bağlı həyata keçirilmiş layihələr, görülmüş işlər, nəşr fəaliyyətlər və qarşıda duran perspektivləri əks etdirən bu nəşri akademiyanın həm elmi fəaliyyətinin hesabatı, həm də beynəlxalq tədbirin çağırışları fonunda akademik vəzifələri ümumiləşdirən mühüm sənəd kimi yüksək dəyərləndirib. Akademik İsa Həbibəyli bildirib ki, Azərbaycana böyük uğurlar gətirən COP29 BMT tərəfindən bugünədək dünyanın müxtəlif ölkələrində keçirilmiş beynəlxalq səviyyəli tədbirlərin zirvəsində dayanır. O, COP29-un ölkəmizə keçirilməsini Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimizin hərtərəfli və sürətli inkişafı beynəlxalq aləmdə əldə etdiyi nailiyyətlərin nəticəsi olmaqla yanaşı, ölkə başçısının dünya miqyasında artan siyasi nüfuzunun göstəricisi olduğunu vurğulayıb. Akademik İsa Həbibəyli COP29 çərçivəsində sosial mədəni sahələr, gənclər hərəkatı ilə bağlı ümumdünya miqyaslı tədbirlərin həyata keçirilməsində Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da xidmətlərini xüsusi qeyd edib. AMİA rəhbəri bildirib ki, qlobal tədbirin Bakıda keçirilməsi təkcə ölkəmiz üçün deyil, bütün Türk dünyası üçün tarixi əhəmiyyət daşıyan hadisə olub. Sonra Azərbaycan Respublikası prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev çıxış edərək bildirib ki, Yaşıl Dünya naminə həmrəylik ili və COP29 beynəlxalq tədbirləri təkcə siyasi və iqtisadi deyil, həm də elmi və mənəvi sahələrdə yeni düşüncə tərzi formalaşdırır. Cari ilin noyabr ayınadək Azərbaycan bu mötəbər tədbirin sədri kimi fəaliyyətini davam etdirəcək. Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru akademik İradə Hüseynova çıxış edərək COP29-un təkcə ekoloji və iqlim diplomatiyası baxımından deyil, həm də qlobal elmi inteqrasiyanın, bilik və innovasiyaların birləşdiyi bir məkan kimi tarixə düşdüyünü söyləyib. O, Azərbaycanın bu mötəbər tədbirə ev sahibliyi etməsinin ölkəmizin qlobal ekosistem idarəçiliyində artan nüfuzunun, Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşmış yaşıl transformasiya kursunun və milli elmin dövlət siyasətinə dərin inteqrasiyasının parlaq göstəricisi olduğunu bildirib. Tədbirdə çıxış edənlər nəşrin yalnız elmi ictimaiyyət üçün deyil, həm də geniş oxucu kütləsi, xüsusilə gənc tədqiqatçılar, doktorantlar və tələbələr üçün dəyərli elmi mənbə olacağına, yeni tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsinə təkan verəcəyinə əminliklərini ifadə ediblər. Sonda tədbir iştirakçıları Akademiya şəhərciyi ərazisində salınmış Azərbaycan Milli Elmlər Akademiyasının Nadir Ağaclar Parkına baxış keçiriblər. Leyli Namiq qızı, Fərid Həşimov, Ziya Xudiyev, Elm TV.